Ot öz kökü üstə bitər. Məsələ əbəs yerə deyilməyib. Qəhrəman, qorxusuz, vətəni üçün canından keçməyə hazır olan atanın özü kimi də oğlu olar. İkinci Qarabağ müharibəsində həm birinci, həm də ikinci müharibədə vuruşanlardan əlavə, atası birinci müharibədə vuruşan igidlərimiz də var idi. Belə qəhrəmanlarımızdan biri də atası birinci Qarabağ veteranı olan şəhid Əhmədov Cavanşir Xeyrullaoğlu idi. Cavanşir 1999-cu il noyabr ayının 12-sində Bakı şəhərinin Ələt qəsəbəsində anadan olmuşdur. Uşaqlığından atasından Qarabağ haqqında eşidən, torpaqlarımızın erməni işğalı altında olmasını öyrənən Cavanşirdə intiqam hissləri oyanmağa başlamışdı. O hələ kiçiklikdən bir gün mən də atam kimi düşmənlə üz-üzə vuruşub torpaqlarımızı azad edəcəm deyirmiş. Qaradağ rayonu Ələt qəsəbə tam orta məktəbində təhsilə başlayan Cavanşir müəllimlərindən də tez-tez Qarabağ haqqında soruşar, müəllimləri isə ona hər şeyi öyrətməyə çalışarlarmış. 15 yaşında hərbi məktəbə qəbul olmaq istəsə də müəyyən səbəblərə görə alınmamış. Ona görə də atıcılıq kurslarına yazılmışdır. Xüsusi təyinatlı qrupun kursuna yazılmasında da başlıca səbəb vətənə sevgisi, döyüşə marağı olub. O, bu kursu sərrast nişançı snayper kimi uğurla başa vurduqdan sonra bir müddət özü də təlim keçir. 2020-ci ilin iyul ayında Bakı İnşaat Kollecinin mühəndislik ixtisası üzrə bitirərək hərbi xidmətə yollanır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhədə olan Cavanşir döyüş əzmi ilə hər kəsi heyran edir. Onun ən böyük arzusu Qarabağ uğrunda döyüşmək, həmişə ön cəbhədə olmaq idi. Elə bu arzusunun ardınca da getdi, hərbiçi oldu. Müharibə vaxtı hər zəng edəndə səsi bir başqa rayondan gələrdi. Axırıncı dəfə Hadrutda olanda danışdıq, deyə atası onu xatırlayır. Ön cəbhədə vuruşan Cavanşir Murovdağ zirvəsində, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edir. Xocavənd döyüşlərində də iştirak edən igidimiz 2020-ci il oktyabrın 15-də Hadrutda şəhadətə yüksəlir. Ölümündən sonra Füzulinin, Cəbrayılın, Kəlbəcərin, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü, Vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Əhmədov Cavanşir Xeyrullaoğlu Bakıda, Ələt qəsəbə qəbirstanlığında dəfn edilir.